Salam dostlar, Açar yenidən qarşınızdadır. Bugün çox dəyərli ustad, müəllim qonağımdır Teymur Qasımlı. Teymur müəllim İstanbul Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər üzrə doktorudur. Bakı Dövlət Universitetinin müəllimidir, siyasətşünasdır. Bugün siyasət elminin akademik yönündən danışacağıq. Ümumiyyətlə siyasət nədir? Beynəlxalq münasibətlər nədir? Niyə görə oxunur? Niyə görə vacibdir? Teymur müəllim, xoş gəlmisiniz. Mahir müəllim, xoş gördük. Dəvət sizin çox təşəkkür edirəm. Sizin Açarı mən izləyirdim, sizi izləyirdik. Çox şad oldum ki, Açarın 51-ci qonağı da özüm oldum. Ümid edirəm ki, sizin bundan əvvəlki verilişləriniz bir maraqlı olub, cəmiyyət üçün, toplum üçün özünüz necə maraqlı fikirlər verilmişsiniz. Biz də sizin sınağınızdan uğurlu keçərik. Var olun, çox sağ olun. Demək, Teymur müəllim, akademik elmi ifadəsini işlədəndə bəlkə də bir çox Azərbaycanlı dinləyicilərin, tamaşaçıların zehnində nə canlanır? Bir professor danışır Sovet dönəminin o ab-havası. Qəliz danışır, anlaşılmaz danışır. Demək, 2019-cu ildə Azərbaycanda Nəsimi ili idi. Həmin il mən Mədəniyyət kanalında İrfan Səması verilişini hazırlayırdım özüm. 31 veriliş hazırladım tək. Həmin il 3 professor, akademisyen, dosent Nəsimi haqqında danışırdı televiziyada. Oturdum, baxım ki, bir şey öyrənim, verilişim üçün nəsə qeyd götürüm. 40 dəqiqə baxdım, heç zat başa düşmədim. Əgər mən onu başa düşmədimsə, bəs adi bu sahədən kənar adamlar necə başa düşəcək? Bizdə sanki akademik elmi danışmaq qəliz, anlaşılmaz danışmaqdır. Xeyr, o deyil. Elmi danışmaq, akademik danışmaq, yəni dəqiq danışmaq. Deməli, bir kitab oxuyuram. Michael Lesnov adlı bir müəllimdir. Hal-hazırda. Bəli, Glasgow Universitetinin müəllimidir. İndi olub müəllimi. Bu kitab 2000-ci illərdən sonra yazılıb. Müasir 20-ci əsrin siyasi filosofları. Kitabın adı belədir. 20-ci əsrin siyasi filosofları. Təxminən 400 səhifəyə yaxındır. Kitabda 20-ci əsrdə 11 ən mühüm siyasi filosofun nəzəriyyələrini şərh eləyib müəllif. Polşa əsillidir, Michael Lesnov. Glasgow'da, Şotlandiyanında. Bəli. Demək, kitaba 5 səhifə yarımlıq ön söz yazıb. Öz kitabına. O 5 səhifə yarımlıq ön sözü diqqətlə oxumuşam. Elə bil ki, 5000 səhifəlik, 50.000 səhifəlik bir strategiyanı deyib orada. Bax, elmi yanaşma budur. Biz bugün elmi, akademik danışmaq istəyirik. Siyasət elmi nədir? Beynəlxalq münasibətlər elmi nədir? Bu niyə yaranıb? Nə vaxt yaranıb? Siyasətlə məşğul olanlar şübhəsiz siyasət elmini yazmırlar. Düzdür. Siyasət elmini siyasətlə məşğul olmayan akademisyenlər yazırlar. Tamamilə düzdür. Başlayaq, buyurun. Giriş üçün çox sağ olun, var olun. Mən arada efirlərdə çıxış eləyib bitirəndə, adda şərhləri oxuyuram. Deyirlər ki, bu adam xalq dili ilə danışır, tənqid eləyənlər də çoxdur. Amma siz məndən də, mənim ustad deməyin, o Rafiq Əliyevlə sizin bir gözəl verişsə baxmışam. Gənc tədqiqatçı kimi, ustad sizsiz. Var olun, estağfurullah. Çünki o dünəndə bir verişizə dediniz, mən Quran-ı Kərimi orijinal dillə oxuyuram. Elə belə sözlər demirdiniz. Yəni bunu səmimi deyirəm. Sağ olun. Mənim aləmimdə etiraz eləyə bilərsiniz. Elm adamı, müəllim, məlumatı xalq dili ilə də, ən sadə dillə də çatdırmalıdır. Düz. İncimin xətrinizə də dəyməsin, pis mənim. Bu fəlsəfəçilər o qədər qəliz danışır ki, bağışlayın. Heç kim başa düşür. Düzdür. Tibb universitetinə qəbul olunan bu hal-hazırda tələbə fəlsəfədən kəsilib. Fəlsəfə bizdə bütün sahələrdə keçilir. Tələbəyə sual verin valideynin vasitəsində bir söz. Dedi, müəllimin dilim başa düşmür. Yəni, siz açdınız denəydik. Aydındır, tam razıyam. Yəni, fəlsəfəçilərimiz, fəlsəfə əxlaq haqqında elmdir, razıyam, əla. Yəni, mən də efirlərdə də, auditoriyada da, burada da çalışacağım bir sınaqdır. Çünki siz
fərqli bir şeydir. Bir alim kimi görək bənzər xalq dilindən var. Onu mən də onu dəstəkləyirəm. Siyasət bizim gündəlikdə ən çox işlətdiyimiz sözlərdən biridir müəllim. Bir bura siyasət yeri deyil. Düzdür? Bəli. Deyirlər siyasi sual vermə. Sən də siyasətçi insansan, razısınız. Və yaxud da o biri sahədiyyət beynəlxalq. Sən çox diplomat adamsan. Niyə? Sən halal olsun. Bu belə fikirlər var. Həqiqətən də siyasət çox maraqlıdır. Siyasət elmdirmi, yoxsa sənətdirmi? Fikrinizi bildirə bilərsiniz. Otto von Bismarck deyir sənət. Elm deyil. Bismarck 19-cu əsrin Almaniyanın parçalanmış, bölünmüş, Almaniyanı vahid halda birləşdirən, Almaniyanın bu günə kimi sosial sistemini quran, diplomatiyasının atası olan Otto von Bismarck deyir siyasət, sənətdir. Modern Almaniyanın atasıdır da Bismarck. Bəli, bir vahid mərkəzləşdirilmiş Almaniyanın atasıdır. Bismarck olsaydı Almaniya 1-ci Dünya müharibəsini başlamayacaqdı. Bu da var idi. Yəni, bu insanlar, gözəl bir söz dediniz, bu insanlar siyasəti, bəli, diplomat olub Bismarck. Amma siyasəti siyasətçilər məşğul olur. Digərlərini siyasətçilər yazır. Siyasətlə beynəlxalq münasibətlər elmi arasında fərq var. Mən başdan deyim, bu yaxınlarda vaxtımıza uyğun bir tarix üzrə fəlsəfə doktoru olan bir adam dedi ki, beynəlxalq münasibətlər elm deyil. Ümumiyyətlə, tarixçilər nə siyasəti və elm sayırlar, nə beynəlxalq münasibətlər. Maraqlıdır. Azərbaycanda da siyasət elmi ilə beynəlxalq münasibətlər tarix və sizin sahəniz. Fəlsəfə üzərində gedir. Bunu da deyəcəm niyə. Niyə dedim elm sayını? Bu 1-ci Dünya müharibəsindən sonra yaralanıb və s. Belə bir aşağı bir şeylə dedim. Dedim, Trump Çinə ticarət müharibəsi elan edib, vergiləri qaldırıb. Buyurun, zəhmət olmasa tarix üzrə fəlsəfə doktoru, deyirsiniz, tarixçidə hər şey tarix. Bunu izah edin. İzah edə bilmədi. Və bu gün mən o adamın ümumiyyətin salamcağı, ünsiyyəti də belə götürüb yazmışım. Tarix bəli yazılır. Tarix də elmdir. Bütün sahədə elmdir o. Amma tarixin yazırsan, dövrlər budur, fikirlər budur. Amma Trump'ın Çinə vergi verməz, vergilərin artırılmasını siyasi tərəfinə analiz etməlisən. Bunu beynəlxalq münasibət. Ona görə də kimisi beynəlxalq münasibətləri elm saymır. Kimisi siyasət elmini elm saymır. Amma mənə görə bunlar ikisi də elmdir. İndi tamaşaçılarımızın təqdirinə buraxırıq. Tələbələr də deyir, siyasət elmi sənətdir, yoxsa demək, elmdir, yoxsa sənətdir. Beynəlxalq münasibətlər elmdir, yoxsa sənətdir. Bunlar maraqlıdır bir şeylər. Siyasət mənə elə gəlir, siz bunu məndən də yaxşı bilirsiniz, ərəbcədən gəlmə bir sözdür. Amma politika sözü də var. Bəli. Bu da İngilis qərb mənbələrindən gəlib çıxma. Amma ata baxmaq deməkdir. Ərəbcədə, Osmanlıda götürülüb. Amma qədimi tarix götürəndə polis Yunanistanda şəhəri idarə etməkdir. Sizin məndən də yaxşı bildiyiniz Aristoteles deyib ki, insanlar yaxşı yaşamaları üçün siyasət onlara lazımdır. Təbii. Çünki addımları, nərdivanları, pilləkənləri artmaq üçün. Beynəlxalq münasibətləri isə tamam bir fərqli bir vaxtdan baxanda, bunların ikisinin də elm olaraq və yaxud da dövr olaraq tarixlərə başlayır qədim dövrü. Biri Yunanistan, şəhər dövlətləri, Aristoteles, digəri isə məsəl üçün Hititlərlə Sümerlər arasında bir Kadeş müqaviləsi olub. İlk bağlanan beynəlxalq münasibətlərdə bir müqavilədir. Bu müqavilənin də maraqlıdır, hörmətli müəllim. Bəndi indi bugün NATO-nun 4-cü məddə bir-birinə hücum etməmək ki, bir nəfər hücum etsə, ona kömək etməlidir. 5-ci məddə. Yəni, o Kadeş müqaviləsinin demək, tarixi ilə beynəlxalq münasibətlərin ümumi olaraq yaranma tarixi götürülür. Siyasət daxili idarə etmə deməkdir. Siyasətin predmi aktorları dövlətdir, partiyalardır, məhkəmələrdir. Beynəlxalq münasibətlərin isə nə deməkdir? Beynəlxalq münasibət isə dövlətlər arasında münasibətləri tənzimləyir. Beynəlxalq münasibətlərin aktorları milli dövlətlərdir, beynəlxalq təşkilatlardır, qeyri-hökumət təşkilatlarıdır, böyük holdinglərdir, şirkət. Yəni, siyasət elmi daxili idarə etmədir,
beynəlxalq münasibətlər isə xarici idarə etməlidir. Yəni dövlətlər arası münasibətləri tənzimli, biri isə dövlətin için. Aristotel deyir, insanlar siyasəti yaşamaq üçün siyasət lazımdır. Elə siyasətin atası Aristotel sayılır. Və kitab da ilk yazan odur. Aha. Platon ondan qabaqdır, amma Platon ondan dövlət əsəridir. Bəli. Amma siyasət adında olduğuna görə, hörmətli müəllimlər, siz bunu məndən yaxşı bilirsiniz. Bir-birimizə də dəstək, burada fərqi yoxdur, budur. Bəli. Amma siyasi kitablar bilirəm, siz sevirirsiniz, istinad olaraq, elə Platonla götürmək olar. Bəli. Aristotel siyasət. Bəli. Sun Tzu hərb sənəti tələbələrə deyirəm. Azərbaycan dilində də icazə verirsə, nəşriyyatda da var, yəni nəşri də var. Bəli. Oxuya bilərsiniz. Niccolo Machiavelli, hökmdar, sizin məndən yaxşısan İbn Haldun, müqəddimə, müsəlman dünyası üçün mütləq bunu oxumaq lazımdır. Siyasi əsərlər, Qanunların ruhu, Charles Montesquieu, Jean-Jacques Rousseau, Jerry Bentham və s. Bunlar siyasi bir əsərlər ilk sayılır. Siyasət elmi üçün. Beynəlxalq münasibətlər üçün də genə Sun Tzu, demək Sun Tzu, Niccolo Machiavelli hökmdar. Demək, beynəlxalq münasibətləri ilk dəfə Haldane İngilis 1780-ci ildə leksikaya gətirib. Siyasət elmi isə ümumi götürəndə tədqiqatı başlayıb 14-15-ci əsrlərdə Praqa Universiteti, Paris Universiteti və siyasət elmi ilə bağlı araşdırmalar aparır. Beynəlxalq münasibətləri isə 19-cu əsrdə 1780-ci, amma sonra onun böyük bir lüğətə, siyasi, belə deyək, elmi akademiyada sizin də tanıdığınız bəlkə də bir məşhur, hətta Piotrun da belə, Potyomkinun da belə müşavir, Jerry Bentham. Bəli, Bentham. İngilislər. Onun qardaşları Piotrun demək müşavirlər olublar. O gətirib çıxardı. Siyasət elmi kürsüləri, siyasət elmi dövlət idarə etmək içəridə anlamındadır və Mao Zedong bir yaxşı bir söz deyir. Çin Xalq Respublikasının qurucusu. Deyir ki, müəllim, siyasət, qan yoxdursa siyasət var. Qanlı siyasət varsa demək yazıyor. Yəni müharibə yoxdursa siyasət var. Müharibə varsa qanlı siyasət var. Belə bir Mao Zedong'un bir maraqlı bir söz var. Yəni məntiqən çıxır ki, müharibə varsa demək siyasət yoxdur. Müharibə yoxdursa demək siyasət var. Alman generalı Clausewitz müharibə üzərinə, mütləq siyasət üzrə beynəlxalq münasibətlər oxuyanlar o generalın kitabını oxumalıdır. Adı nə deməli kitab? Clausewitz müharibə üzərinə. Kitabın adı belə. Bəli. Alman Bəli. O deyirsə isə müharibə siyasətin bir davamıdır. Yəni siyasətçilər müharibəni istədikləri vaxt kəsirlər, aparırlar, dayandırırlar. Bir məşhur De Gaulle'un sözü var ki, Charles de Gaulle'un deyir ki, siyasəti siyasətçilərə də belə vermək olmaz. Bu da bir maraqlı sözdür ki, yəni siyasəti siyasətçilərə də belə vermək olmaz. Angela Merkel isə deyir ki, Almaniyanın baş naziri, siyasət cəmiyyətdə fərdləri birləşdirən, işıqlı bir yol aparan bir vasitədir. Yəni bütün ideyaları, fikirləri birləşdirən adam, insan və bu millətə bir işıq verən adamdır. Məsəl üçün, Bismarck deyir ki, siyasət cəmiyyətdə ən böyük sənətdir, xidmət sənətidir. İndi üzrə Merkelin o, deməli Merkel deyir ki, xanım Merkel, siyasət barışıq üçündür. Bu məzmun belədir də. Demək, Alman siyasi filosofu Hannah Arendt, o deyir ki, o ona bənzəyir. Merkelin sözü ona bənzədir. Siyasət konfliktləri konsensusa gətirmək bacarığıdır. Bir yerdə ki, konflikt var və sən onu konsensusa, razılaşmaya gətirə bilirsənsə, deməli, sən yaxşı siyasətçisən. Bəli. Ona görə də Merkelin dediyi ki, bütün müxtəlif insanları birləşdirib bir yol aparır. Ayson. Aristotel də dedi ki, bildi ki,
siyasət insanları yaxşı yaşamaq üçün və yaxud da. Amma ümumi götürəndə siyasət cəmiyyəti, millətləri idarə etmədə bir sənətidir. Bəli. Mən siyasəti elm olaraq da qəbul edirəm, amma o vasitəyə çatmaq üçün də sənət qəbul edirəm. Şübhəsiz. Yəni ki, insan kitabı ola bilər, elm adamı ola bilər, danışa bilər. Məsəl üçün, İsmət İnönünün oğlu Erdal İnönü hakimiyyətə gəldi, baş nazir oldu. Sonra dedi, yox, mən gedirəm, mən akademisyenəm, mən siyasətçi olmuram. Bəli, bəli. Amma atası çox böyük hərbiçilikdən, əskəri hərbi olub, hərbiçi olub, prezident olub, baş nazir olub, diplomat olub. Bugün Vitkov, Trump'ın nümayəndəsi deyir ki, mən diplomat deyiləm, mən ev alıb satarım, əmlakçıyam. Bəs deyirlər, sən ev alıb satırsansa, sənin bir dəqiqə olsun, nə siyasətdə, nə diplomatiya təcrübən yoxdur. Bu danışıqları necə aparırsan? Baxıram, kompromis axtarıram sizin dediyiniz. O kompromis nəticəsi ki, Həmasda olan əsirləri və s. İsrailin Həmas arasında olan əsirlərin və s. görür. Yəni, onda belə çıxdı ki, Vitkov diplomat olaraq nə beynəlxalq münasibətlər oxuyub, nə siyasət oxuyub, diplomu yoxdur. Oxumayıb, ümumiyyətlə, müsadə. Amma 50 ildir Trump'ın dostudur, New York'da ev alır, ev satır. Milyarderdir. Amma o dedi, o ev alıb, ev satmağın sizin sözünüzə görə dəstək oluram. Ev alıb, ev satmaq təcrübəsini diplomatik işlər aparır. Çox maraqlıdır. Bu çox maraqlıdır. Çox maraqlıdır. Yəni, siyasət cəmiyyəti, milləti idarə etmək, beynəlxalq münasibətlər isə dövlətlər arasındakı münasibətləri tənzimləmək, iqtisadi, siyasi və s. və ilaxı. Siyasət haqqında kürsülər, ümumiyyətlə, istər siyasətdə, istər beynəlxalq münasibətdə bir Avropa, İngilis məktəbi möhkəmdir, müstün, bir də Amerikan məktəbi. İddialar siyasət haqqında ilk kürsü Kolumbiya Universitetində qurulur. 1857-ci il. Beynəlxalq münasibətlər haqqında kürsü isə 1919-cu ildə USD Universitetində qurulub, Woodrow Wilson adına. Beynəlxalq münasibətlər Birinci Dünya müharibəsinə qədər enişli yoxuşlu bir elm olaraq gedib gəlir. Ümumiyyətlə, beynəlxalq münasibətlər elm olaraq ortaya çıxıb 1648-ci ildə, elm yox, bir düzə Vestfaliya sülh müqaviləsi. Bəli. Din müharibələri bitdi. Hamı dedi ki, bu sərhəd mənimdir, bu sərhəd sizindir. Heç kimin sərhədinə toxuna bilməz. Beynəlxalq münasibətlər sistemi belə başladı. Amma siyasət sistemini belə götürəndə qədim dövrdən başlayaraq gəldi. Kolumbiya Universitetində deyilir, iddialar var ki, ilk kürsü açılıb 1857-ci ildə. Amma elm olaraq bunu daha da araşdırılıb Chicago Universitetində. Ondan sonra bir çox universitetlər, məsələn, Almaniyada, Sorbonne Universitetində Əhməd Ağaoğlu oradaqda. Amma Mail müəllim, Sorbonne Universitetində Almaniyadakı adları siyasət olaraq getsə də, amma içində sizin sahə fəlsəfə, içində tarix, hüquq kürsüləri oldu. Sırf siyasət elmi kürsüləri Amerika Birləşmiş Ştatlarında yaradılıb. Kolumbiya Universiteti, Chicago, digər universitetlərdə. Və siyasət elmi 2-ci Dünya müharibəsinə qədər bir durğunluq halına qaldı. Amma 2-ci Dünya müharibəsindən sonra aktiv olaraq siyasət elmi daha da aktivləşir və bütün dünyaya yayılıb. Amma Amerika Birləşmiş Ştatlarında 1903-cü ildə Political Science, yəni siyasi alimlər cəmiyyəti. Mən də onların üzvüyəm. İnternetdən hamı onların üzvü ola bilər. Jurnallar buraxılıb, kürsüləri qurulub. Yəni, siyasət elmində bu gündə Amerika dominatlıq edir. Əlbəttə, Avropada kök olaraq dominatlıq edir. Siyasət elmi kürsüləri 50-ci ildən başlayaraq dünyada yayılmaya başlayır. Siyasət elmini bitirirsiniz, beynəlxalq münasibətlərcə dünyaya yayılmaya başlayır və Amerikanın hegemonluğu altında. Niyə? Müharibə bitdi. Sosializm, soyuq müharibə, kapitalizm, demokratiya. Siyasət elmi daxili araşdırır. Partiya, məhkəmə, iqtisadiyyat. Məsələn üçün, mən tələbəyə sadə izahla deyirəm. Scholz uduzdur. Dedilər, bəli uduzdur. Almaniyanın kansleri. Niyə uduzdur? Dedilər, nə bilək. Sadə, bəli, biz də deyirik uduzdur, Scholz danışmalı. Amma bunu siyasət elmi təhlil edəndə Scholz'un yerinə müdafiə nazirinə versələr, o qalib gələcəkdir. Elm bunu deyir. Yerdə qalan mənim bu kitab siyasi kommunikasiya,
inandırmaq, bu məsələlər var. Yəni siyasət elmi çox şaxəlidir. Demokratiya, Aha. iqtisadiyyat, məhkəmə, seçki, partiyalar, bütün sahələri araşdırır. Yəni daxili. Ay son. Məsəl üçün, Çin Xalq Respublikasında siyasət kürsüləri 60-cı illərdə qurulub. Fransada müharibənin bu günə kimi siyasət kürsüləri və beynəlxalq münasibətlər tarix elmi üzərində gedir. Almaniyada sizin sahəyə gedir, fəlsəfə üzərində gedir. SSR-də ömrü boyu bilirsiniz, siyasət olmuyor, amma açılıb 30-cu illərdə siyasət kürsüləri açılıb, politologiya deyək. Moskvada Lomonosov Universitetində birisi beynəlxalq münasibətlər institutu qurulub, fəlsəfə üzərində gedir. Bu gün də bizim Azərbaycanda da siyasət elmi, beynəlxalq münasibətlər, fəlsəfə, tarix üzərində gedir. Son zamanlarda siyasət üzrə müdafiə edənlər var. Amma bu gün Azərbaycanda bu dominantlıq edir, müəyyən bir ağırlıqsa. Məsəl üçün, Türkiyə Respublikasında 2-ci Dünya müharibəsindən sonra, daha doğrusu 46-cı ildə Ankara Universiteti açıldı. Osmanlı'nın dövründə mülkiyə məktəbinin təməlində Ankarada bu gün ən güclü siyasi elmlər fakültəsi var. Məsəl üçün, İstanbul Universiteti mənim oxuduğum, Marmara və s. Siyasət elmi, belə deyək, həm elmdir, həm sənətdir, daxili araşdırır, müəyyən fikirlər var, bunun da nəzəriyyələri var, beynəlxalq münasibətlərində nəzəriyyələri var. 90-cı illərə qədər aktiv olub müəyyən bir, necə deyərlər, durğunluq dövrü var. Mən sizə etiraf edirəm, az öncə sizdən də söhbətimizdə yolda gələndə dedim, siyasət elmi, beynəlxalq münasibətlər bütün dünyada hal-hazırda durğunluq vəziyyətindədir. Yəni elm olaraq müəyyən populyarlığın itirməsi, işləməsi, nə bilim və s. və ilə axır. Ona görə də siyasət elmi mütləq və mütləq vacibdir. Cəmiyyət idarə etmək üçün, siyasət idarə etmək üçün, kütlələri idarə etmək və sizin dediyiniz kimi hər bir insan da müəyyən bir özünün bir siyasəti var, siyasətçisi var. Politika nədir? O da eyni bir cümlədir qərb mənbələrində. Osmanlıda siyasətə cəza verən deyiblər, ata baxan deyiblər. Şərqdə isə, şərqdə buna deyilib cəza verən, qərbdə isə siyasi sistemlər gedir siyasi. İndi Teymur müəllim, sizin burada kitabınız var, Siyasi Kommunikasiya, Teymur müəllimin kitabıdır. Bu kitab haqqında danışacağıq. Sadəcə burada bir məsələni deyim, sonra keçək bu kitaba. Siz bu kitabda nədən yazmısınız, hansı problemlərdən yazmısınız? Demək, deyirsiniz ki, indi siyasət elmi durğunluq dövrünü yaşayır. Bəli. Görəsən niyə? Mən bir mülahizəmi deyim, sonra siz münasibət bildirin. Bəlkə ona görə ki, siyasət elminin tədqiqatçıları başa düşür ki, bunların dediklərini praktik siyasətlə məşğul olanlar saymır. Alimin dediklərini, tədqiqatçının dediklərini. Söhbət nədən gedir? İndi izah edeyim fikrimi. Baxın, demək, nə mənada saymır? Siyasəti yazanlar kimdir? Alimlər, tədqiqatçılar. Bu nəzəriyyədir. Bəs bunun praktikasını yaşadanlar kimdir? Konkret rəhbərlər, dövlət rəhbərləri, düzdürmü? Dövlət rəhbərləri bu siyasi nəzəriyyəni yazanların fikirlərini nə dərəcədə mənimsəyirlər, sayırlar və həyata keçirirlər. Bu bir məsələ indi izah edir. Baxın, həmin Michael Lesnov deyir ki, o ön sözdə 5 səhifə yarımda deyir ki, bütün 20-ci əsrin siyasi filosoflarının, hətta liberal iqtisadiyyatın ən qatı tərəfdarı Friedrich Hayek, hansı ki Margaret Thatcher'in sevimli siyasi filosofuydu. Bəli. Globalistlərin, Reagan'ın, demək, Thatcher'in. Bunlar hətta Friedrich Hayek'də müasir siyasi sistemləri tənqid edirlər, ona görə ki, ədalətsizliyə rəvaz verirlər. Azad bazar rəqabət mühitində yoxsul, zəif insanlar ayaq altında qalıb tapdanılır, onlara baxan yoxdur. Aydındır. Bunu tənqid edirlər. Hətta Hayek, indi
baxın, siyasətçilər, siyasi filosoflar, belə deyək, əgər siyasi filosoflar da siyasət elminin tədqiqatçıları hesab etsək, bunların əsasən baxışında bir əxlaq məsələsi var, ədalət məsələsi var. İndi gəlin görək, praktik siyasət yürüdənlər üçün bu ədalət məsələsi nə qədər əhəmiyyətlidir? Super sual, təşəkkür edirəm. Ürəyimdən çıxan deyirlər də o sözləri dediniz. Amerika Birləşmiş Ştatları ona görə güclüdür ki, onun elm adamları universitetlərdə tartışırlar, mübahisə edirlər və dövlətə yol göstərirlər. Və azad bir məkandır. İndi mən sizin sualınıza inşallah cavab vermə qabiliyyətimiz olar. Hökümdar Niccolo Machiavelli niyə yazdı? Ki, ay hökümdarım, bu xidmət eləyir, sonra bir səhv eləyir, ölümdən axalır, gedir məcədə odun doğrayır. Yazır ki, bu səhvləri etmə. Siyasət fəlsəfəsində bir adamdır, bax, Machiavelli. Bir tələbəyə bir gün sual verdim. Dedim, indi tələbələrlə müəyyən bir siyasətlə, elmlə, çünki çox belə də Niccolo Machiavellini siyasətdə tətbiq eləmək yaxşıdır, həyatda da, siyasətdə də. Çünki Machiavellizm nədir? İstifadə elə turlar. İndi əxlaqdan əlavə siyasətçilər, məsələn, Lyndon Johnson Milli Təhlükəsizlik müşavirin, ümumiyyətlə heç kimə qulaq asmırdı Amerika Birləşmiş Ştatları, Lyndon Johnson. Bir çox siyasətçilərin müşavirlərini, onlara məsləhət verən insanları ya dinləmirlər, ya dinləmə qabiliyyəti yoxdur və yaxud da dinləyirlər, öz bildiklərini edirlər. Nəticə uçurum. Bugün diplomatlar deyir ki, biz iqtidardan asılıyıq. Bizim fikirlərimiz ola bilər. İqtidar nə deyir? Biz onun yerinə yetiririk. Siyasətçilər isə, əsl lider isə, əsl siyasətçi isə məsləhətə qulaq asır. Hər şeyi götürür, o eləyir. Mənə elə gəlir ki, əlbəttə ki, bu şərq ölkələrində sizin dediyiniz kimidir. Qərb ölkələrində isə mənim gördüyüm siyasət alimlərinə, siyasət bilicilərinə, beynəlxalq münasibətlər üzrə, beynəlxalq münasibətlər gəlinə, buna sizə istinadlar da verməyə hazıram. Dinləyirlər. Amma ümumi olaraq bu müharibələr, Rusiya-Ukrayna müharibəsi, İsrail-Həmas niyə var? Çünki indi bunu donduran bir lider yoxdur. Trump kimi bir adam prezident seçilir. 1 milyon dənə siyasət professoru gəlsə də Rusiya-Ukrayna müharibəsini dondura bilmir. Dondura bilmir, hərə öz bəxşindən danışır. Jeffrey Sachs adlı bir iqtisad professor var, Chicago'nun o qəribə fikirlər bildirir. Amma mənə elə gəlir ki, bugün siyasətçilər, cəmiyyətlər, dövlətlər o elm adamlarına, istər siyasət, istər fəlsəfə, istər fizika, istər kimya qulaq asmalıdır. Cəmiyyətin inkişafı üçün. Bugün 1978-ci ildə Mao Zedong yoldaşı öldü, Deng Xiaoping gəldi hakimiyyətə Çində. Bugün Çin o möcüzəvi adam eləyib. 1978-də. 78-ci ildə olan bir söhbət yoxdur. Mao Zedongdan sonra iqtidara gəlir. 1978-ci ildə Çinliləri xarici oxumağa göndərdi bu Deng Xiaoping. Adını bir də dediyin? Deng Xiaoping. Çinin xalq rəsmi Mao Zedongdan sonra lider. 2 fizik Nobel mükafatçısı Amerikada yaşayan. Buna dedi ki, sən hara bıraxırsan bunları? Bunlar gedib gəlməyəcək. Dedi, eybi yoxdur, 5% olsa qayıdacaq. Həqiqətən də 80-ci ildən axıra həmin o xarici oxumağa gedənlər Çinə qayıtdı. Çini bugün inkişaf elətdirdi. Yəni, bugün bizim rəqibimiz sülh müqaviləsi bağlamağa istədiyimiz Nikol Paşinyanın Nobel mükafatı almış Daron Acamoğlu qeyri-rəsmi onun müşaviridir. İndi də müşaviridir. Qeyri-rəsmi. Daron Acamoğlu Türkiyə ermənisi. Türkiyədə İstanbul ermənisi. Və atası da qaynatası Nobel aldı da iqtisadiyyat Nobelini. Və biləsiniz, Türkiyə hökuməti ilə də yaxşı münasibətləri var. O cümlədən də müxalifətdəndir. Qeyri-rəsmi onun müşaviridir. Yəni, bugün ta Nizam-ı Mülk, İbn Haldun, Teymur Alladıb.
bir çox insanlar hökümdarların, padişahların, siyasətçilərin müşaviri oldu. Kim müşavirinə qulaq asıqsız, səmimi, düzgün, o siyasətçilər uğuru qazanıblar. Bugün ona görə də siyasət elmi mütləq vacibdir. Cəmiyyətin hər bir sahəsi. Çünki niyə cəmiyyəti, milləti idarə etmə bir institutudur. Yəni, Stalin deyirdi ki, səs vermək önəmli deyil, saymaq, kim sayacaq? Belə bir qəribə fikri var idi. Amma bizim bugünə kimi dediyimiz insanlar isə siyasət çox önəmli sayır. Churchill'in bir sözü var, indi cavabımız budur. Dedi, siyasətçilər seçkiləri düşünürlər, qısalar. Amma dövlət xadimləri millətin gələcəyini düşünürlər. Ona görə də elm adamların dediyi sözlərin bir çoxu mənə elə gəlir ki, dövlətin gələcəyi üçündür. Siyasətçilərin maraqlarına ziddi olduğu üçün buna görə az onu dinləyirlər. Mən belə başa düşürəm. Bəlkə də səhv. Bəli, tam doğru, tam doğru. Amma ona görə də siyasət elmi kürsüləri ümumiyyətlə bir elm olaraq dünyada hal-hazırda ümumi götürəndə durğun. Amma Amerikan məktəbini bugün dominatlıq eləyir. Avropada, İngilis məktəbləri də bu dominatlıq eləyir. Məsəl üçün, Almaniyada siyasət elmi sizin sahə üzrə gedir, fəlsəfə üzrə gedir. Almaniyada beynəlxalq münasibətlər çox zəifdir, amma siyasət elmi çox güclüdür. Almaniyada fəlsəfə çox güclüdür, razısınız. Fransada tarix üzərində qurulub. Amma yenə də onlar, məsəl üçün, o siyasi bilim alimlər, ümumiyyətlə siyasət şünaslar yenə də müəyyən bir ağıllı siyasətçilər, partiyalar indi özünə think tank quruluşlar qurulurlar, beyin mərkəzli qurulurlar, o vasitələrlə idarə olunurlar. Amma bugün gəlirik başa, bunu deyib beynəlxalq münasibətlərə keçir, sizi çox yormamaq üçün, siyasət, müharibə yoxdursa, siyasət var, müharibə varsa, qanlı siyasət var. Demək, bugün Rus-Ukrayna müharibəsi gedirsə, bu qədər diplomatiya var, bu qədər beynəlxalq təşkilatlar var, İsrail-Həmas gedirsə, digər məsələlər gedirsə, demək, siyasətdə problem var. Bəli. Cəmiyyətlərdə problem var, siyasətçilərdə problem var. Çünki siyasət cəmiyyətləri, millətləri idarə etmə bir elm də ola bilər, sənət də ola bilər. Beynəlxalq münasibətlər Birinci Dünya müharibəsindən sonra aktiv elm olaraq yaranmağa başladı. Ki, bir-birimizdən müharibə etməyək. Dövlətlər müharibə etməmək. Əsas prinsip budur. Bəli. Beynəlxalq münasibətlərin əsas prinsipi budur. Bəli, yarananda budur ki, və Woodrow Wilsonun prinsipləri də burada üstünlük götürür. İlk dəfə də US-də 1919-cu ildə açılıb kürsü. İkinci dəfə sizin bəlkə də yaxşı bildiyiniz School Economics-də 1923-də. Sonra Kaliforniya Universitetində, Los Angeles Universitetlərində kürsülər qurulub. Sonra dünyaya yayılıb. İlk dəfə beynəlxalq münasibətlər üzrə 4 doktor Amerika Birləşmiş Ştatlarında olub. Sonra Oxford Universitetində. Beynəlxalq münasibətlərdə 2 məktəb üstünlük təşkil edir. İngilis, Amerikan məktəbi. Məsələn, bunun içində nəzəriyyələr də var. Beynəlxalq münasibətdə bir elm olaraq 60-70-ci illərdə böyük bir irəliləyiş, kürsülər açılıb, elm olaraq inkişaf eləyib, niyə bu müharibələr olur, niyə bu iqtisadi problemlər var. Predmeti dövlət, aktoru dövlət. Beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, iqtisadi münasibətlər. Bunlar beynəlxalq milli dövlətlər. Milli dövlət anlayışı deyəndə nədir müharibə? 1648-də Vestfaliya sülh müqaviləsi bağlandı. Müharibənin sərhədi budur, Teymurun sərhədi budur. Əla. Milli dövlət isə siz məndən yaxşı bilirsiniz, Fransa inqilabı dövlətdə millətlər dövlət yaratdı. Millətlərin qurduğu bir dövlət. Ulus. Və ondan sonra yəni beynəlxalq münasibətlərin aktorları budur. Beynəlxalq münasibətlərin nəzəriyyələri var. Mən qısa olaraq siz görürəm. Realizm, Sun Tzu, hərb sənəti, Niccolo Machiavelli, hökümdar. İndi gəlirəm, ən böyük atası isə Hans Morgenthau, zəhmət olunca yaza bilərsiniz. Tias-Pres nəşr adını çəkdim, bağışlayın. 50 manata dövlətlər arası siyasət. Müəllifin adını da deyin. Hans Morgenthau. Morgenthau. Bəli, elə yazın. Dövlətlər arası siyasət. İndi gəlirəm. Bu Morgenthau sizin mənə bayaq verdiyiniz sualın cavabıdır. Soyuq müharibənin memarlarından biri, idarə edən
Truman administrasiyasının müşaviri. Necədir? Demək, Amerika Birləşmiş Ştatları, George Kennan, digər insanlar, bu insanlar soyuq müharibə, ümumiyyətlə beynəlxalq münasibətlərdə, siyasətdə ən çox alimlər istifadə edən dövlət maraqları üçün Amerika Birləşmiş Ştatlarıdır. Bəs think tank quruluş ilk dəfə İngiltərədə quruldu. Chatham House. 1912-ci ildən bu günə kimi var. Yəni, məsələn, realizmin atası Morgenthau. Müasir, 20-ci əsrdə. Müasir və soyuq müharibənin də memarları idarə edəcək. Samuel Huntington, Mədəniyyətlər Toqquşması. Azərbaycan dilində kitabı var. Pentagona bağlı bir adam idi. Dedi ki, Rusiya ilə Ukraynaya qardaş xalqdır, döyüşməzlər. Amma müharibə gedir. Huntington dedi. Bəli. Amma dedi ki... O da realizmin... Bəli. Realizmin atalarından o cəryanın nümayəndəsidir. Pentagona bağlı bir adam olub. Ümumiyyətlə, istər siyasət elmində, xahiş edirəm, buna da oponentlik eləyə bilərsiniz, istər beynəlxalq münasibətlər elmində dominantlığı Avropadan Amerikaya köç etmiş Yahudi əsilli alimlər olub. Həm Morgenthau, həm də Huntington Yahudi olub. Morgenthau Almaniyada yaşayıb. Hitler zülmün qorxusundan ona görə ən çox da qorxur realizm. Realizm nədir? Güc. Beynəlxalq münasibətlər anarşistdir. Burada hamımız başımızın çarəsinə baxmalıyıq, özümüzü qorumalıyıq. Kimin gücü çoxdursa, o diktə eləyəcək. Var olun, yaşayın. Və yaxud da, yenə sizin müasir tanıdığınız, mən əgər sizi və izləyici ümid edirəm, yormuram və qısa danışım, sizi çox yormamaq üçün. Əla. Bunlar realistlər də deyirlər. Neorealist, klassik realistlər. Henry Kissinger. Diplomatiya əsəri, Çin əsəri. Bu da realizmin şeydir. Bəli, bu Henry Kissinger deyirdi ki, həm döyüşək, həm də diplomatiya aparaq. Hər ikisi. Amma hamısı eyni bir tələbələrin adamlardır, cəryan bir insanlardır. John Merasimov, məsəl üçün, bu insanlar da həm realistlərdir, həm klassik realistlərdir. Yəni, diplomatiya. Bu gün Çini diplomatik vasitə ilə Henry Kissinger SSR-dən qopartdı. Bu gün Ənvər Sədatı, sizin yaxın şərqi bizi bilirəm də, o gün də yaxşı bir söz dediniz ki, Quran-ı Kərimi də ana dilində oxuyuram, ərəb dilində. Ənvər Sədatı gətirdi İsraillə barışdırdı, tanıtdı diplomatiya yolu ilə. Burada Kissingerin rolu vardı. Mütləq. Yəni, bu insanlar, məsələn, Zbigniew Brzezinski realistlərdən biridir. Bunlar, amma Henry Kissinger ölənə kimi də Rusiya ilə deyirdi, gəlin danışaq, oturaq. Putin onu qəbul edirdi, amma Zbigniew Brzezinskini qəbul etmir. Niyə? Zbigniew Brzezinskinin, o da Yahudi, ikisi də Amerikanın dərin dövlətinə xidmət edən bir insanlar idi. Kissinger tarix professoru idi, Zbigniew siyasət professoru idi. Brzezinski, bəli. Madeleine Albright'ın ağ pillələrinə, həmin siyasət nərdivanına Brzezinskinin rolu var. Amma Kondoliza Rice'nin isə o siyasət meydanına Madeleine Albright'ın atasının rolu var. Atası beynəlxalq münasibət üzrə professor olub. Yəni, bu məlumatlar da müəyyən bir maraq üçün verib. Antikommunist idi Brzezinski. Rusiyaya nifrət edirdi. Palyak əsilli bir cahil. Amma Henry Kissinger düşünürdü ki, danışmaq olar. Düşünmürdü SSR dağılacaq. Hətta bir dəfə mən bunu tez-tez də deyirəm, SSR dağıldı. Dedi, urra, dağıtdıq, mənim də payım var. Henry, niyə deyirəm, əşi dedi, SSR-ni dağıtdıq, aləm dəyək bir-birinə, orada müharibə var, bunun altının üstündən çıxa bilmirik. Zbigniew Brzezinski şahmat taxtası. Bu gün də çox önəmini daşıyır. Bu gün də Ukrayna müharibəsinin o kitabda biz də varıq. Huntingtona qayıdıram, dedi ki, bu iki xalq qardaşdır, döyüşməz, amma döyüşür. Mədəniyyətlər toqquşması. Huntington dedi ki, Azərbaycanla Ermənistan müharibəsi İslam-Xristiyandır, amma səhvdir. Səhvdir, bəli. Amma Huntington bilirsiniz nə düz çıxdı? Dedi, Türkiyə Atatürk yolundan çıxmalıdır, İslam yoluna qayıtmalıdır. Bu gün o düz çıxdı. Bunu İstanbulun göbəyində konferansda da deyildi. Henry Kissinger çox böyük bir diplomat idi. Böyük bir dərin dövlətin bir
Üstad bir adam idi. Fikirlərinə həmin alimlər, dövlət xadimləri ondan məsləhət alırdılar. O cümlədən də Huntingtondan, o cümlədən də digərlərindən. Bugün Henry Kissinger, bugün Amerikada davam elətdir, ruhətdir, John Merasimov var. Merasimov. Bəli, Merasimov. Demək, Amerikanın xarici siyasətində İsrail lobbisinin dəstəyi və bir maraqlı kitabı da var. Liderlər niyə yalan deyir? O da Rusiya ilə bugün isti baxır. Belə bir danışıqlar. Ümumiyyətlə, Rusiyaya isti baxan bir adamdır. Yəni, bu insanlar dünya siyasət elminə, beynəlxalq münasibətlərə töhfə vermiş insanlardır. Aydındır. Və beynəlxalq münasibətlərin elm olaraq da və praktikada dövlət əhəmiyyətində işləməsində də rolları olan bir insanlardır. Bugün beynəlxalq münasibətlərdə ikinci bir nəzəriyyə var. İdealistlər, yəni liberallar. Bəli. Bunlar siz məndən yaxşı bildiyiniz Kantı örnək götürürlər. Kant o vaxt deyib ki, dünyada sülh üçün bir təşkilat yaranmalıdır. Yəni BMT kimi. Kantın bir balaca kitabı da var da, siyasətə, beynəlxalq münasibətlərə aid. Bəli. Ümumiyyətlə, mənə elə gəlir ki, siyasət fəlsəfəçi bu adamlarda. Bəli. Yəni, liberalların, idealistlərin Kantı götürürlər. Nədir əsas prinsip orada? Müharibə olmasın, bütün münaqişələr beynəlxalq təşkilatlarda həll olunsun. Aydındır. Liberalistlər bunu deyir. Aydındır. İkinci bunun, məsəl üçün, liberal John Locke. Məsəl üçün, bir çox insanlar var ki, liberalizm cəryanı 1920-ci Woodrow Wilson prinsipləri. Woodrow Wilsonun prinsipləri müəllim həm yaxşıdır, həm təhlükəlidir. Millətlərin özünün müqəddəratını təyin etmə. Bugün 44 günlük vətən müharibəmiz, 2-ci Qarabağ müharibəsindən sonra Qarabağdakı dırnaqarası separatçılar deyirdi ki, Woodrow Wilson prinsipi var, biz öz müqəddəratımızı təyin etməyəcəyik. Amma onu izah etmə həm təhlükəlidir, həm yaxşıdır. Bizim cümhuriyyətimiz işğal olundu, amma müqəddərat təyin etmə, o topçu Başov, Məhəmməd Əmin Əsəd, millətlər cəmiyyəti ona görə yarandı. Müharibələr olmadı. Nə oldu deyirsiniz? Sözdə olmadı. Liberalizm, idealizm, sülh olsun, müharibə olmasın 1920-ci ildən 30-cu illərə dominant oldu. Amma Hitler ki silahlandı, Almanya silahlandı, işğal oldu və s. və ilə axır liberalizm ümidini itirdi, realizm bugün üstünlük təşkil edir. Amma bir başqa bir nəzəriyyə də var. Marksizm. Karl Marx'dandır. Proletar, işçi. Burada da deyil. Məsələn, bu Karl Marx ən böyük bu nəzəriyyənin baniləri. Məsəl üçün, beynəlxalq münasibətlərdə Frankfurt məktəbi var. Sizin fəlsəfəçilərdir. Bunlar tənqidçilərdir. Neo-marksistlər. Yaşayın var onun. 20-ci əsrin əvvəlləri. Frankfurt Universitetində yaranmış bir nəzəriyyədir və bunlar Hitler'i də tənqid ediblər, hamısını tənqid edib. Bunlar tənqidçilərdir. Bəli. Feminizm nəzəriyyəsi var. Feminizm nəzəriyyəsində deyirlər ki, beynəlxalq münasibətlərdə nə qədər qadınlar dominantlıq etsə, müharibə olmaz, sülh olar. Az olar müharibə. İnşaatçılıq var. Alexander Wendt, Amerika. Bu da nəyəsə inşa etmək üçün sülhümü sırf dövlət yox, sırf fondlar, bu qeyri-hökumət təşkilatları, sırf fərdlər inşa eləmək nəyəsə. Müharibələri ya. Bugün Azərbaycan-Ermənistan arasında kimsə sülh müqaviləsindən çox deyir ki, bu xalqlar arasında nəyəsə inşa edək, nəyəsə yaradaq, nəyəsə təsəlli verir. Amma bu mümkün bir münasibətdir, inamsızlıq var və s. və ilə. Yəni, beynəlxalq münasibətlər nəzəriyyəsi, beynəlxalq münasibətlər də elmdir. Bir sənət də ola bilər. O vasitələrə çatmaq üçün. Ona görə də bugün beynəlxalq münasibətlər də müəyyən bir durğunluq içərisindədir. Biabırçı vəziyyətdədir. Biabırçı vəziyyətdədir. Yəni, müharibələr baş verir və bunun qarşısını almaq mümkün deyil. Diplomatların da xarici siyasətlə məşğul olur. Diplomatlar da deyir, biz siyasətçilərin dediyini edirik. Beynəlxalq münasibətlər kürsüləri var. Beynəlxalq münasibətləri oxuyan tələbələr diplomatiya sahəsində işləyə bilər.
dövlət idarəetmə sahəsində işləyə bilər. Beynəlxalq münasibətlər sahəsində işləyənlər böyük holdinglərdə işləyə bilər. Siyasət elmini bilmək üçün tarixi bilmək lazımdır. İqtisadiyyatı bilmək lazımdır. Hüququ bilmək lazımdır. Fəlsəfə və siyasət fəlsəfəsini bilmək lazımdır. Beynəlxalq münasibətləri bilmək üçün tarixi oxumaq lazımdır. Siyasi tarixi. Bəli. Siyasət bilmək lazımdır. Siyasət elmini. İqtisadiyyata giriş bilmək üçün, beynəlxalq hüququ, fəlsəfəni də bilmək lazımdır. Bəli. Sosiologiyanı da bilmək lazımdır. Bunlar bu elmləri bilmək üçün. Beynəlxalq münasibətlərlə məşğul olan adam ilk öncə beynəlxalq münasibətlərin tarixini oxumalıdır. Buna hakim olmalıdır. Sonra onun digər kitablarını oxumalıdır. Siyasət elmini də bilmək üçün onun girişdən bir müəyyən anlamalıdır, oxumalıdır, bilməlidir. Siyasət elminin dedim, qolları çoxdur. Yəni, siyasət elmi, beynəlxalq münasibətlər, siyasətlə beynəlxalq münasibətlər mənə elə gəlir ki, biri daxili, biri xarici bilir. Biri dövlətin içini, ailənin içini, biri ailənin xaricini. Ona siyasət elmi daxili siyasəti öyrənir, beynəlxalq münasibətlər xarici siyasəti. Var olun, dövlətlər arasındakı münasibətlər. Aydındır. İqtisadiyyatı, münasibətləri, müharibələri. Mənə elə gəlir ki, siyasət elmi və beynəlxalq münasibətlər, məsələn, Yaponiyada 30-cu illərdə qurulur. Azərbaycan Respublikasında siz mənim cavanlığınız görüb, 90-cı illərdə ilk dəfə Bakı Dövlət Universitetində açılıb. Bəli. Dövlət İdarəçilik Akademiyası, yəni Prezidentlə İdarəçilik, bu çox böyük dominatlıq olub, bu iki məktəb Azərbaycanda. Həqiqətən də pis yaxşı bu iki məktəb Azərbaycanda olub. Və ən yüksək xətti ballarla özə bura qəbullar olub. Sonra Azərbaycanın bir çox universitetlərində açıldığından sonra bu siyasət elmi, beynəlxalq münasibətlər mən Teymur Qasımlı üçün söhbət mən İstanbul Universitetinin doktorantıyam, nə bilim nəyim, bir gənc tədqiqatçı olaraq mənim üçün qane eləmir. Yaxşı deyil, Azərbaycanda ürək açan vəziyyətdə deyil və SSR bir məktəbi var, Sovet məktəbi var, fəlsəfə və tarix üzərində gedir. Düzdür, indi son zamanlarda siyasət elmi müdafiələr var, beynəlxalq münasibətlər və s. və ilə axır və gələn tələbələrin də bu gün mənim dərs ediyim Bakı Dövlət Universitetində Beynəlxalq Münasibətlər Fakültəsində Hikmət Hacıyev cənabları oxuyub çıxıb. Səfirlər, elçilər, kimlər. Bizim əlbəttə razıyam. 90-cı illərdə Xarici İşlər Nazirliyimiz qurulanda sizin ixtisas şərqşünasların üzərində idi. Tofiq Zülfüqarov, şərqşünası, Araz Əzimov, şərqşünaslar, iç xarici işlər fizik, iç xarici işlər nazirimiz Alman dili üzərində. Rəhmətli Vəfa Quluzadə, şərqşünası və s. Dominatlıq onlar eləyirdi. Bu gündə mi? Amma iç beynəlxalq münasibətlərə qurtarmış Xarici İşlər Nazirimiz Elmar Məmmədyorov. Amma mənə elə gəlir ki, tolerant keçiş olub. Xarici İşlər Nazirliyinə siyasət beynəlxalq münasibət diplomu olmayıb, amma çox güclü hiləgər diplomat olub. Kim? Tolerant, Charles Tolerant. Kitabı da var, bioqrafiyası da var. Yəni, qısası beynəlxalq münasibətlər, çölü, xarici, siyasət elmi içərini. Beynəlxalq münasibətlərin tarixi, beynəlxalq münasibətlərlə yazılan kitablar əlbəttə var. Azərbaycan dilində problemlərdən biri budur ki, vəsait yoxdur. Vəsait azlığı var. Kitab azlığı var. Ona görə də qısadan həm siyasət elmi, həm beynəlxalq münasibətlər elmdir və mənə görə də sənətdir. Amma siz də razılaşarsınız ki, bir insan öz peşəsinin peşəkarı olmaq üçün, önəmli insan olması üçün bu gün bunu öz peşəsini sevməlidir. 5 ildə auditoriyada dərs deyirəm. Dərs dediyim auditoriya siyasət elmi, beynəlxalq münasibətlər üzrə var. O oxuyan insanlar öz peşəsini sevmədikləri üçün də müəyyən bir problemlər var. Ona görə də mənə elə gəlir ki, siz çox yormadan qısa olaraq siyasət elmi və beynəlxalq münasibətlərin bir giriş olaraq bunları deyə bilərəm. Təşəkkür edirəm. Əla. Demək, bir neçə aktordur da, aktyor deyək, oyunçu dünyada. Oyunçu deyək.
Bir, yəni beynəlxalq münasibətlərdə, beynəlxalq siyasətdə bu sahə mənim çox diqqətimi çəkir, çox maraqlı sahədir. Geosiyasət də deyə bilərik buna. Çox. Beynəlxalq münasibətlər bir Amerikadır, 2 Rusiyadır, 3 Çindir. Əsas oyunçular 4 İngilis. 4. İngilislə Amerika fərqlidir onda. Hə, bəli. 4 İngilisdir. Afrika qitəsindən indi Cənubi Afrikada. Cənubi Afrika. Hələlik bir dənə ölkədir. Bəli. O beynəlxalq siyasətdə bir hardasa. Amma ciddi bir fiqur kimi qəbul eləmək olmaz ki onu məncə. Cənubi Afrikanın müəyyən bir fiqur kimi yox, sülh müəyyən bir məsələlər, məsələn İsrailə qarşı bu cür müəyyən bir açıq protest eləyir və s. deyə bilir. Amma müəyyən bir oyunçu sayıla bilər. Amma Fransa dünya siyasi arenasında Avropa İttifaqı. Avropa İttifaqında Fransa, Avropa İttifaqı, İngiltərə, Amerika, Çin, Rusiya, Asiyanın cənub-şərq Yaponiya ilə siyasi güclü, iqtisadi güclü. O dünya oyunçuları üçün bunlardır. Malayziya, İndoneziya. Onlar da iqtisadi güclərdir. Siyasi yox. Siyasi güc. Məsələn, Braziliya götürə bilərsiniz. Müəyyən bir siyasi güclü, müəyyən diplomatiyasına görə ümumi olaraq. Bəli. Amma mən sizə deyim ki, Mail müəllim, hal-hazırda beynəlxalq münasibətlərdə hamıya möhtacdır. Yəni əsas bu 4-5 oyunçunun tarixini, siyasi tarixini öyrənsək, beynəlxalq münasibətlərinin açarı bizim əlimizə gəlir də. Əlbəttə. Bu gün Çini yüksəlişini öyrənmək üçün Henry Kissingerin Çin əsərini oxumalıdır. Beynəlxalq münasibətlər üzrə məşğul Çin olan. əsəri. Bəli. Çünki Adı belədir kitabın. Çin gizlin danışıqları o aparır. Ona görə tərcümə olunur bildiyim qədər. Azərbaycan dilində. Bəli. Azərbaycan dilində beynəlxalq münasibətlərlə bağlı maraqlı kitablar da var. Oxumaq olar. Sizə bir dənə çətin sual verim Teymur müəllim. Çinin yüksəlişi indi növbəti yaxın 30 ildə, 20 ildə, 30 ildə siyasi baxımdan və iqtisadi baxımdan, siyasi-iqtisadi baxımdan bərabər Amerikanı üstələyə bilər? Yaxşı sualdır. Qısa olaraq, İkinci Dünya müharibəsi bitdi, Almaniya təslim oldu, Yaponiyanı, Koreyanın işğal ilə oldu. Bəli. Konstitusiyalarını Amerika yazıb. Yaponiyanın, Koreyanın. Bəli. Chrysler, Ford, Chevrolet getdi orada istehsalat qurdu. Aha. Və Yaponiyada inkişaf elədi, Koreyada. Düzdür? Bəli. Əla. Siyasi güc olmadı. Bu gün Çin də o ağ qopartdılar, yanına çəkdilər. Deyirlər iqtisadi gücü olsun, siyasi gücü olmasın. Bu gün Çin Amerikanın artıq maraqlarına toxunur. Aha, siyasi baxımdan. Var olun. Bax, vergi müharibələri, o tarixçiyə verdiyim sual. Tarix Çində bu müharibə oldu, vətəndaş mı? Əla. Amma bunu siyasi tərəfini izah etmək üçün siyasət elmi bilməlisən, beynəlxalq münasibətləri bilməlisən. Bu gün tarixçilər, mən də tarix qurtarmışam, bakalavr. Mütləq siyasət elmi, beynəlxalq münasibətləri bilmək üçün tarix lazımdır. Çin bugün ona görə Trump vergiləri geri götürdü, müəllimlər. Aha. Amma geri çəkildi. Amma və lakin yaşayan var olur. Çin o həm də oturub o dediyiniz o məşhur bir yaxşı bir fəlsəfəçinin adını çək, masada oturub Amerika ilə dil tapa bilir. Aha. Amma bu günləri Çin ümumi olaraq bu gün yaxın şərqə səfərinin birinci Trumpın məqsədi Çindir. Güclənib. Ona görə də bu gün hərbi sahədə keçib. Bu gün Çin maşınları üzr istəyirəm reklam üçün Audi-ni oğurlayıb gətirib öz aldıracaq. Bəli. Amma biləsiniz ki, Çində demokratiya yoxdur, totalitar bir quruluşdur, Çində nəzarət var, hər bir şey var. Aha. Amma Deng Xiaoping'in başqa çıxış yolu yox idi. Ya bu yol seçilməli, ya bu yol. Ona görə totalitarizm saxladı, iqtisadi azadlıq getdi. Ona görə də bu gün Çin ordu, digər məsələlərdə Amerika Birləşmiş Ştatları ilə rəqabətdədir. Bu gün. Yəni maraqlarına toxunduğuna görə. Ona görə də yaxın bir, əlbəttə ki, bundan sonra da bu məsələlər gündəmlər. Bugün Rusiya Amerikanın siyasi maraqlarına müəyyən mənada toxuna bilir, geri otuzdura bilir. Amma bugün Amerika Birləşmiş Rusiya iqtisadi güc deyil dünyada. Deyil.
Willy Brandt'ın sözü də Almaniya iqtisadiyyatda əjdaha, siyasətdə cırtdandır. İndi bu gün Merz gəlib Almaniyanın yeni baş naziri əjdaha olmaq istəyir. Aha. Müstəqil Alman ordusu. Avropada ABŞ-dan asılı Almaniya. Ona görə də bəli, İngilis xətti ilə Almaniya, ABŞ eynidir. Aha. İngiltərə hamı elə bilir ki, səssiz, amma İngiltərə hər yerdə var. İngiltərə yaxın şərqdə də var. Əsədin devrilməsində də var. Bu gün De Gaulle, Charles De Gaulle dedi ki, Fransa müstəqil olmaq üçün sizin yazdığınız, imza xətt çəkdiyiniz ora ki, oyunçu olmaq üçün mütləq atom nüvə silahı olmalıdır, bazardır. Bu gün Çinin də var, bu gün İngiltərənin də var, bu gün Rusiyanın da var, bu gün Pakistanın da var, bu gün Hindistanın da var. Bu gün Pakistan-Hindistan müharibəsi, bu son bir gərginlik Çin, Türkiyə, Pakistan, Hindistan, İsrail-Amerika müharibəsidir. Yəni, bəli, arxada görsənməyən aktörlər bu işə bu idi. Və su müharibələridir. Yəni, bu gün amma sözümün gətirirəm ki, beynəlxalq münasibətlər sistemi anarşizdir. Mənim sözümdür. Beynəlxalq münasibətlərdə dost yoxdur. Yoxdur. Dövlətlərin dostu olmur, dövlətlərin marağı olur. Amma bu gün beynəlxalq münasibətlər sistemində olan dövlətlərin hamının hamıya möhtacdır. Ona görə də beynəlxalq münasibətlər, xarici siyasət bir incə bir sənətdir. İndi Teymur müəllim, getdikcə bu söhbətlər dərinləşir. Siz də maşallah belə zirvələrə qalxırsınız söhbətdə. Bu sözləri mən səmimi qəbul edirəm. Möhtəşəm. İndi burada mənim suallarım da çoxalır. Qısa eləyəcəm, konkretləşdirək, sona çataq. Hələ bu kitabdan da danışmamışıq. İndi 5 dəqiqədə bu kitaba zaman ayırarıq mütləq. Demək, mən elə anladım ki, siz beynəlxalq münasibətlər nəzəriyyələrini çox gözəl bilirsiniz və Azərbaycanda sizin kimi dəyərli alimlərə böyük ehtiyac var. Şübhəsizdir, bu şübhəsizdir. O kulminasiya nöqtəsi haradaydı? Bayaq getdiniz, o maşın 200-ə qalxır, birdən düşür, o spidometr. Bəli. Orada dediniz ki, 2-ci Dünya müharibəsindən sonra kef elədim, ləzzət aldım. Amerika Yaponiyanı və Koreyanı, Cənubi Koreyadan söhbət gedir. İşğal elədi, onların konstitusiyasını özü yazdı və şirkətlərini gətirdi ora ki, bunlar inkişaf eləsinlər. Koreyada da ordusu var. Ordusu var, inkişaf eləsinlər və iqtisadi gücə çevrilsinlər, amma siyasi güc olmasınlar. Mənim qafasımın altında qalsınlar. İndi sual. Sonra bu sistemi tətbiq elədilər Çinə. Çini də inkişaf elətdirdilər. İndi Çin düşünürdülər, Çin aldatdı Amerikanı. Çin aldatdı Amerikanı. 2 dənə sualım var. 1. Bu Çin siyasi baxımdan Amerikaya boynuz ata biləcək yoxsa yox? Daha doğrusu atıb. Bu təsir edə biləcək sizcə? Belə çətin sualdır, bilirəm. Deyə bilərsiniz ki, onu zaman göstərəcək. Bilmir, heç kim bilmir. Yaxın 20 ildə, 30 ildə siyasi baxımdan Amerikanı əzə biləcək yoxsa yox? Bu bir. İkinci, daha çətin sual, bu beynəlxalq münasibətlərin fəlsəfəsinə aiddir bu. Amerika siyasi baxımdan dünyanın hegemonu olmaq istəyir və olub da. Məqsəd nədir? Çox yaxşı sualdır. İkincini gözlədiniz, köşəyə sıxışdırdınız. Birinci, Çin heç kimin daxili işinə qarışmır, müəllim. Afrikada gedir, hər yer limanlar alır. Bu gün Gürcüstanda limanlar alır Çin. Yəni, indiki Gürcüstan iqtidarının arxasında Çin var. Bildiniz? Ona görə Vaşinqton Tiflisə müxalifdir. Çin daxili məsələlərə qarışmır, heç kimi yıxmır, hakimiyyət dəyişmir. Girir iqtisadi olaraq. Məsəl üçün, Amerikanın maraqları çərçivəsində bazarlıq eləyə bilərlər. Amma kim Asiyada gəlib hakimiyyət dəyişsə, Çin onda Amerika üçün başı belə ağrısı ola bilər. Myanmar, digərləri, hamısı. Çin imkan verməz onlara. Yəni Amerikaya imkan verməz ki, hakimiyyət dəyişikliyi olsun. Əlbəttə ki, müəyyən məsələlərdə. Yaponiya var, Cənubi Koreya var.
Bu gün Şimali Koreyanı da belə saxlayıblar, Cənubi Koreyanı da var. Məsəl üçün, mən sizə deyim, Qazaxıstanda Tokayev hərbi çevrilişə cəhd oldu da bir ixtişaşlar. KTMT gəldi, mən onu da tənqid etmişəm, indi eləyirəm. Erməni ordusunun Türk orduna gəlməsi və s. Bilirsiniz kim çıxartdama oldu? Qazaxıstanda? Bəli, Çin. Çin çıxdı. Çıxartdı. Zəh gəldi Moskvaya və Vaşinqtondan. Bu gün Rusiya və Orta Asiyada zəifləyirsə, Çin orada güclənib Amerikaya bir marağına toqquşur. Yəni, baxır regionlara, baxır məsələlərə. Yaxın şərq məsələləri var. Məsəl üçün, deyim, Səudi Ərəbistanla İranı Çin barışdırıb. Bəli. Bugün o Amerikan marağına toxunur. Bəli. Yaşayın. Bəli. Bir dənə də məlumat verim ki, Çin İsraillə İranı barışdırmaq istəyir. Amma o tutmaz. Tutar tutmaz bilinmir. Yəni, bu məsələlər var. Amma bir məsələni deyim. Sonda hamı hərrənir, fırlanır, qərb orientasiyasında da dayanır. Biz ona görə deyirəm, Çinlə salam eləyək, sağ ol eləyək, iqtisadi güc aparaq, əməkdaşlıq eləyək, amma hər şey diqqət eləməliyik. Bugün Rusiya ilə Çin yaxınlaşdı. Bugün Çinin Rusiyaya ehtiyacı yoxdur, Rusiyanın Çinə ehtiyacı var. Yəni, bu məsələlər, mən sualınıza cavab verim, yəni, burada maraqlar məsələsi var. Bəli. Burada maraq toxum. Yəni, Rusiya nə deyir? O James Monroe doktrinası var idi. Amerika qitəsi mənimdir, Amerikan bura gəlməyib. Çin də deyir ki, Asiyaya gəlməyib. Burada mənim müəyyən bir maraqlarım toxunduğu yer. Çin iqtisadi güclü, iqtisadi maraqdır. Siyasi güclər, siyasi toxumlar, maraqlar çərçivəsində Amerika ilə döyüşmək. Məsəl üçün, bugün Trump gəldi, 147 milyard, 142 milyard Qətərə silah satdı. Nə bilim, Birləşmiş Əmirliklər Boeing satdı. Bunlar da ortada qalıb. Ondan təyyarə alır, bundan top alır. Bugün hərbi güclü. Pakistan hərbi hava qüvvələri, silahlı qüvvələrin invertarı Çin sənayesidir. Hindistanı vurdu, sıradan çıxartdı. Yəni, bu məsələlər var. Çin iqtisadi güc olaraq artıq rəqibidir, keçib də. Bugün Amerikan vergiləri geri götürdüsə, gördü ki, ölkədə vəziyyət budur. Elon Musk kimi bir adam dedi ki, bu götür bu vergiləri və yaxud da azad. Və yaxud da bugün ona görə Trump gəlib Rusiya ilə çəkmək istəyir yarına ki, Çini yalnızlaşdırma siyasət aparsın, amma apara bilməz. Ona görə də siyasət baxımından da maraqları harada toqquşursa, Afrikada limanlar alır. Bugün Ermənistan, məsəl üçün, bugün Fransa və s. Amma yəni burada hamının öz maraqları var. Bugün hamı uşaqlar da sual verir. Nə üçün bu sual siz də vermədiniz? Gələn gör, Çin niyə Tayvanı almış? Amerika Tayvanı müstəqil dövlət kimi tanımır, amma silah verir, amma dəstək verir, F-16 verir, F-35 verir. Yəni, bir görsən ki, hamı pərdə arxasında bir oyun oynayır. Hamı maraqlar toqquşması. Hamı nə isə edir. Bu qədər maraqlar toqquşması, bu qədər hərisliyin içində dünya hələ yerində qalıb bu böyük şeydir. Dünya hələ yerində qalıb. Yəni, darmadağın olmalı idi. Biz torpağımızı aldıq, Dəhşət. Xankəndini aldıq, Şuşanı aldıq və bugün biz müasir diplomatiya dərsi deyilən bir adam olaraq biz müəyyən bir vasitəçilik siyasətdə aparırıq. Ona görə bu sistemdə, bu beynəlxalq münasibətlərdə lazımlı olasan. Amerika hegemoniyası varmı, yoxmu, bu biraz çətin sualdır. Amma dünyada Amerika gücü var. Var. O ikinci sualı niyə görə? Bax, pulu var, dollar hər yerdə işləyir. İqtisadiyyatı var, azadlıq ölkəsi. Deyir, mən dünyanın ağası olmaq istəyirəm. O dünyanın ağası olub olmamaq məsələsi eserini dağıtdı. Bəli. Bugün güc eləyir. Amma elə məsələlər də var ki, Vyetnam müharibəsində uduzub. İraq müharibəsində müəyyən çıxdı. Əfqanistan imperiyaların bataqlığı olan bir yerdir. Amma pulu çoxdur.
hegemoniyası var, dolları var, iqtisadiyyatı güclüdür və mənə elə gəlir ki, azad seçki var, mühit var, cəmiyyət var, ədalət var, məhkəmə var. Amma bugün Amerika dünyanın hegemonudur, dünyanı idarə edir. Deməkdə biraz çox çətin məsələ. Chomsky'nin Bəli, öldü. Massachusetts professoru. Bəli. təzəlicə vəfat edib. Bəli. Anarşist Amerika dövlətini tənqid edir. Tənqidçisi, özü qatı tənqidçisi. Ermənipərəstlik Qarabağ məsələsində. Bəli. O hansı şeylərə, anarşistlərə aid idi də bu? Anarşist cəryanının nümayəndəsi idi, lingvist idi. İsrail də tənqid edir da, Yahudi oğlu. Bəli, bəli. 8 də dil bilirdi. O Amerikanın belə anti-imperialist hegemonist siyasətini tənqid edirdi. Onun kimi cəryanlar var, onun kimi şəxsiyyətlər Amerikada ki, Amerika xarici siyasətini kəskin tənqid edir. Var elə biri adını çəkdiyim John Gerasimov. İsrailin Amerikanın xarici siyasətinin aktiv olmasını tənqid edib və nəyə ki kitab da yazıb, bəndəniz o kitabı oxumuşum. Bir kitabı var Chomsky'nin, Dünyanı İdarə Edənlər, belə bir kitab. Deyir ki, 19-cu əsrdə İngilis filosofu John Stuart Mill liberalizm təbliğ edirdi. Həmin dönəmdə azadlıq, liberalizm, insan hüquqlarından danışırdı John Stuart Mill. Həmin dönəmdə İngiltərə Hindistanı işğal eləmişdi və oradan neçə milyon insana ac saxlamışdı, neçə 100 ton buğdanı gəmilərə vurub daşıyırdı, orada millət acından qırılırdı. Və John Stuart Mill səsini də çıxartmırdı bu şeyə. Səsini də çıxartmırdı. Bir yekun, yəni son dediniz, yəni mənim üçün yox, sizin üçün zövq aldım ki, elm adamlarına niyə siyasətçilər qulaq asmır? Dediniz, elm adamları ədalətli olur, vicdanlı olur, mərhəmətli olur, öz dəyərləri olur. Bulaşmayıb axı. Təmiz oturub otağında. Hə, amma indi bəlkə sizin həyatınızda da olub, indi elə vicdanlı Rafiq Əliyev kimi yox, amma elə elm adamları var ki, mərhəmət da itib, vicdan da itib, gənclərin də önünü kəsir. Bolşevik inqilabı oldu, Zəki Əhməd və Zəki Toğanı, böyük bir Fransız alim, İstanbul Universitetinin adına kürsü var, tarixçi, qəbrini də ziyarət edilmişik. Dedi, yoldaş Leylim, biz sizdən Bolşevik inqilabı elədik, urra əla, demişdiniz, axı Başqırtlara müstəqillik verəcəksiniz. Dedi, sevgili Toğan, siz deyəsən, ləyaqətlə siyasəti qarışdırırsınız. Cavabınızı verdim. Amma mənə elə gəlir ki, bu günə kimi bütün siyasətçilər, liderlər, əlbəttə liderlərin Churchill kimi bir adam, İngiltərəni müharibədən qalib çıxartdı, düzü, müstəmləkələr əlindən çıxdı, seçkidə uduzdu. Amma onlar da lider müşavirlərinə inanıblar, məsləhətlərə qulaq asıblar. İstər siyasətçilər, hər bir kəs mənə elə gəlir cəmiyyətdə düzgün məsləhətlərə qulaq asmalıdır. Amma siyasətçilər çox qulaq asmalıdır. Çünki cəmiyyəti idarə edir, cəmiyyətin taleyi, millətlərin, dövlətlərin taleyi onlardan asılıdır. Tamamladım. Bugün Zelenski əgər 3 gün geçsəydi ölkəni, tərk eləsəydi, Ukraynanın qədəri ümumiyyətlə faciə olacaq. Deməli, fərdlərin qərarından da çox şey asılıdır. Fərdlərin qərarından çox şey asılıdır. Siyasətdə müəllim, yaş önəmli deyil, baş önəmli deyil. Mən özüm də zaman-zaman tənqid edirəm. 80 yaşınız var, ay qoca müəllim professor. Çıx get də biz cavanlar işləyək, bizə yer açılsın. Get, əgər əlin ayağın düzdürsə, qərar vermə qabiliyyətin varsa yaşa. Siyasətdə ən önəmli predmet, ən önəmli vasitə qərar verməkdir və düzgün və tez qərar verməkdir. Yəni 2016 hərbi çevrilişində Erdoğan o WhatsApp-la canlı yayıma çıxmasaydı, bugün Türkiyənin qədəri başqa, amma qədər verir. Bugün o qədəri, bugün Stalinə məktub yazırdı Teodor Roosevelt, gəl görüşək. Stalin beynəlxalq münasibətlərdən elminin alinlayışı yox. Bütün gün kitabları oxuydu. Gecə-gündüz diplomatiyadan görüm, nə varım, neyim. Amma güclü oldu, masada oturdu. Yəni siyasətdə
dinləmək, məsləhət almaq, hər bir kəsin sözünə qulaq asmaq və düzgün zamanında qərar vermək önemlidir. Teymur müəllim, siyasi kommunikasiya kitabı haqqında da bir 3-4 dəqiqə xahiş edirəm məlumat verin, tamamlayaq. Mahir müəllim, mən sizə çox təşəkkür edirəm. Düzdür, 3-4 dəqiqəlik kitab deyil, üzr istəyirəm bu. Estağfurullah, mən Amma xahiş edirəm bu barədə. gənc tədqiqatçı olaraq bu kitaba verdiyiniz dəstəyə görə minnətdaram, reklam üçün. Düzdür. Bu kitabı mən ilk öncə qısa olaraq deyim ki, Bakı Dövlət Universitetinin yazılmasında ərsəyə gələn, mənim ümumiyyətlə elm həyatımda müəyyən rolu olan Beynəlxalq Münasibətlər Kafedrasının müdürü, siyasət üzrə fəlsəfə doktoru Dastan Kərəm müəllimin çox müstəsna xidməti var. O dərsi bu mənə verdi və tələb etdi ki, araşdır, oxu və belə bir kitab ərsəyə gətir. Amma bu kitabın yazılmasında müstəsna xidməti olan ön söz müəllifi Şərqşünaslıq İnstitutunda Türkiyə şöbəsinin müdürü, tarix üzrə fəlsəfə doktoru Dastan Namiq müəllimin də böyük rolu var və digər burada böyük insanların dizaynerin, redaktor, hamının burada rolu var. Bu kitab siyasi kommunikasiyadır. Adlanır. Siyasi kommunikasiya fənni keçirilir. Mən bunu Dövlət İctimai Münasibətləri Baş Dövlət Universitetində keçirəm və bu politologiya ixtisasını oxuyanlara da keçirilir. Bu Azərbaycanda özündən razılıq çıxmaz. İlk bir dərs vəsaitidir, ilk bir kitabdır. Siyasi kommunikasiya adlı fən var bizdə. Bəli, politologiya Dövlət İctimai Münasibətlər ixtisasına keçirilir. Siyasi kommunikasiya yaranıb Amerika Birləşmiş Ştatlarında. Az öncə dediyiniz bu kitabdan istinaddan atılıbsa Harold Lasswell'dir. Siyasi kommunikasiya siyasətçilərin, siyasi partiyaların öz fikirlərini, öz ideyalarını inandırıb iqtidara gəlmək bir sənətidir. Qısası inandırmaqdır. Bir maraqlı kitabdır, sizə də hədiyyə edirik. Çox sağ olun. Ümid edirəm oxuyasınız. Mütləq. Bir daha da təşəkkür edirəm. Bu kitabın ərsəyə gəlməsində və bu kitabı tanıdan ikinci bir şəxs olaraq da Kamran Həsənlidən sonra siz belə bunu bir belə deyək, belə möhtəşəm deyək və yaxud da qısa olaraq bir gənc tədqiqatçı olaraq da verdiyiniz dəstəyinizə görə təşəkkür edirəm. Mən sizdən və digər hər kəslə deyirəm Mahir müəllim, savadlı, işıqlı gənclərə dəstək olmanız lazımdır. Çünki indiki Azərbaycan cəmiyyətində bunlara ehtiyac var. Mənim ki və məndən də yaxşı gənc tədqiqatçılar var. Ümid edirəm ki, sizdə tamaşaçıları da bu söhbətimiz yormadıq və yorulmadan da ayrıldıq. Bir daha diqqətiniz üçün təşəkkür ederim. Var olun Teymur müəllim, çox sağ olun, gəldiniz, bizə şərəf verdiniz. Bizim üçün çox dəyərli desin kimi dəyərli alimlərin. Estağfurullah. Gənc tədqiqatçı deyim. Gənc tədqiqatçı. Qəliyevlə sizlərlə razılaşmışsınız. Mən də elə qəbul edirəm. Var olasınız. Çox sağ olun, minnətdaram Teymur müəllim. Mən də sizin sadəliyinizə görə, qonaqpərvərinizə görə təşəkkür edirəm. Açarın da 51-ci verilişi mənə elə gəlir bir uğur olsun izləyənlərə. İnşallah. Nəsə sizin dediyiniz kimi müəllim məlumat verən olsun. Bəli, var olasınız. Çox sağ olun. Təşəkkür edirəm. Dəyərli dostlar, siz də sağ olun, bizi hövsələ ilə dinlədiniz. Xahiş edirəm, siz də mənim kimi kağız qələm götürün. Teymur müəllimin dedikləri məsələlər, məqamlar çox önəmlidir, dəyərlidir. Onları qeyd edin, öyrənin. Xüsusilə beynəlxalq münasibətlər və politologiya, siyasət elmi üzrə təhsil alan, tədqiq edən, bu sahələri sevən dinləyicilərimiz, insanlarımız. Təşəkkür edirəm, sağ olun, Allah'a əmanlı qalın.